Allah'ın selamı olsun herkesin üzerine inşallah. Elə demək olar. Amin. Dedim inşallah. Onlar desinlər. Herkes Allah'ın selamını cennette eşitmək istəyirsə, onda onlar bunu müstəqbilməlidir. Məsəl üçün, bu ayənin nömrəsi, burada yazılıb nömrəsi 24-cü surənin 21-ci ayəsi. Hələ burada iki vacib nüans var. Bu 24-cü surənin Nur surəsidir. 21-ci ayəsi Nur surəsi 21-ci ayəni hələ oxuyun. Budur. Ey iman edənlər, ey iman gətirənlər, şeytanın yolunu tutub getməyin. Kim şeytanın getdiyi yolla getsə, o çirkin, pis işlər görməyi, zina etməyi, yalan danışmağı, sonra böhtan atmağı, yalan danışmağı, yalan her şeyin kökündə durur, özəlidir hər şey. Əmr edir şeytan. Başdan oxu. Ey iman gətirənlər, şeytanın yolunu tutub getməyin. Kim şeytanın getdiyi yolla getsə, o şeytan yəni çirkin, pis işlər görməyi, yalan danışmağı, zina etməyi, özgələrə böhtan atmağı, fəsad törətməyi və s. əmr edər. Əgər Allahın sizə neməti, mərhəməti olmasaydı, sizdən heç kəs, heç vaxt pak olmazdı günahlardan. Lakin Allah diləyəni günahlardan pak edər. Allah hər şeyi eşidəndir, biləndir. Allah dilədiyini də tərcümələrdə var, pak edər. Yəni, layiq olanı qurban olmalılar. Burada iki vacib nüans başdan oxu. Ey iman gətirənlər, edənlər, gətirənlər. Bu, Aqu-Mələk 1-ci qonuda yazır. Bu 24-cü surə var. Onun 1-ci ayəsini oxuyanda yenə də Nur surəsi 30-31-i vacib bilməliyik. Bütün ayələrə aid nədir? 1-ci ayəsində nə buyurulur? 24-cü surə nəzər yetirək 1-ci ayəsində. Bu, nazil edib vacib buyurduğumuz bir surədir. Biz onda açıq-aşkar ayələr nazil etdik ki, bəlkə düşünüb ibrət alasınız. Mürtəzələrlə oxu. Bu, səmadan nazil edib, hökmləri və səmadan olmaz mı? Bu, səmadan nazil edib, hökmlərini vacib buyurduğumuz bir surədir. İndi o bayaq var idi burada. Ey iman edənlər, Allahımız çox var. İmini buranı götürər. Ey iman edənlər deyir, düzdür. Onda deməli o iman etmək lazımdır da. Yoxsa adam şeytanın tuzağına düşər. Şeytan nə buyurur? Şeytan buyurur, deyir ki, mən deyirsən, bütün bəndələrini yoldan çıxardacam, yalnız sadiq bəndələrindən başqa. Cəhənnəmli eləyəcək. Yəni, güzaranını, şeytan nə eləyir? Şeytan elə eləyir ki, adam güzaranında elə bilir ki, o güzaran ona xoş gəldi, insanı aldanır. Sonra da küt cəhənnəmə. İndi Allaha qurban olun. İman gətirmək lazımdır. Allah'ın deyər, iman gətirmək üçün nə? Onu da qutar. İman edənlər hansılardır? Əvvəl deyirlər 6 hansı var. Amma əslində alın yazısı yoxdur. Budur, buradadır. Qalan 5'ini oxu. 2-ci surənin 177-ci ayəsi. Yaxşı əməl heç də ibadət vaxtı üzünüzü gün çıxana
və gün batana tərəf çevirməkdən ibarət deyildir. Yaxşı əməl sahibi iman edənlər əslində Allaha, birincinə Allah, axirət gününə, mələklərə, bütün ilahi kitablara və peyğəmbərlərə inanan, Allaha məhəbbəti yolunda mal dövlətini çox sevməsinə baxmayaraq, malını kasıb qohum-əqrabaya, yetimlərə, yoxsullara, pulu qurtarıb yolda qalan misafirə, yolçulara, dilənçilərə və qulların azad edilməsinə. Məşdağı yazmış. Orada türmədə də çox yalan yerə yatanlar var. Məsəl üçün, bilməm, məsəl üçün, bizdə oxuyun, məsəl üçün onu deməm. Məsəl üçün, şöyle deyirsin, mən deyirəm, başdan oxu. Yaxşı əməl hissə üzünüzü ibadət vaxtı gün çıxana və gün batana tərəf çevirməkdən ibarət deyildir. Yaxşı əməl sahibi əslində Allaha, axirət gününə, üçüncü mələklərə, dördüncü ilahi kitablara, bütün ilahi kitablara, beşinci peyğəmbərlərə inanan, iman gətirənlər, yəni inananlar, Allaha məhəbbəti yolunda və ya mal dövlətini çox sevməsinə baxmayaraq, malını kasıb qohum-əqrabaya, yetimlərə, yoxsullara, pulu qutarıb yolda qalan yolçulara, misafirə, dilənçilərə, sonra və qulların azad olunmasına sərf edən və yaralmışdan ona görə deyirsən. Qulların azad olunmasına sərf edən, namaz qılıb, zəkat verən kimsələr. Burada üçüncü naşıq baxacaq. Eləcə də əhd edəndə əhdinə sadiq olanlar, dar ayaqda, çətinlikdə, ehtiyac yaxud xəstəlik üzrədir və cihad zamanı məşəqqətlərə səbr edənlərdir. İmanlarında, sözlərində, əməllərində doğru olanlardır. Müstəqi olanlar da onlardır. İman edənlər bunlardır. 5 hansılardır? Allaha, axirət gününə, üçüncü mələklərə, bütün ilahi kitablara, bütün peyğəmbərlərə inananlar. İman edənlər. Sonra cihad zamanı məşəqqətlərə səbr edənlər deyəndə ən böyük cihad nədir? Ən böyük cihad Quranla. Cihad nədir ki? Deyirlər ki, məsələn, cihad adam öldürmək deyil. Cihad adam qazanmaq. Belədir, yəni cihad, ən böyük cihad Quranla. Niyə edirsən? Adam necə qazanmaq üçün? Yəni, qayəmə bir insan, belə heç olmasa, haqqı, məncə o düz yola salanlar, Allah düz yola salır hər kəsi. Amma haqqı çatdırmaq da onlar. Sonra kimi qəbul edəcək, kimi yox. İman gətirəndə də, iman gətirənlər başqa ayədə necədir? Siz elə bilirsiniz, iman gətirdik deməklə həll olunur, qutarır gedir. Yox, ayə necədir? Elə bilirsiniz, iman gətirdik deməklə imanınız da axıra qədər durmuş olacaqsınız. Yəni, siz qiyamət gününə qədər yaşayan insanların hər biri ömürlərinin sonuna qədər neyəcəklər? İmtihan olunacaqlar. Şeytan adlı düşməniniz var. Onda burada insan şeytan var və cin şeytan var. Yəni, cin şeytanlara uyan var. Onlar həm də bizim üçün də insanlar, onlar insan şeytan, cin şeytan və insan şeytanın boş ordusu, iblisin ordusudur. Hansı ki, bu Allah'a söz vermişiz.
belə eləyəcəm. Neyini? Cəmaatı yoldan çıxardıb cəhənnəmli edəcəyinə həvdir. Söz də verib. Sonra burada var səbr edənlər. Səbr etmək o deyil ki, nasıl bu? 2-ci surənin 177-ci ayəsi. Yaxşı əməllərdir, yəni iman gətirənlər hansı vardır? Səbr etmək, dirəşmək. Xəstəlik, məsələn, burada sabahdır. Xəstəlik zamanı necə dirəşirsən? Həkimə geçmərsən. Kimsə görür ki, əgər bir filankəs xəstədirsə, çünki başqasına yaxşı şey arzulamasan, özün də çatmarsan ona, özün qətiyyən çatmarsan. Kimsə xəstədirsə, səbr eləməyə ətrafı da başlamalıdır, yəni dirəşməyə başlamalıdır insanlar. Müsəlmanlar nə eləməlidir? Məsəl üçün, bir-birinə yardımlaşmaq, məsəl üçün, burada məşəqqətlərə səbr edənlərdir var. Bir şey nəzərinə dəydi. Zəkat, necə namaz qılıb zəkat verən kimsələr. Məsəl üçün, kimsə namaz qılıb zəkat verən, sonra vergül qoyulur. Ayəni denə, Allahımız buyurur ki, başqa bir ayədir. Buyurur ki, onlara namaz qılın deyildiyi zaman qılmazlar. Sonra vay halına qiyamət günündə o haqq hesabı yalan sayanların. Namaz qılın deyildiyi zaman çoxu qılır. Ancaq başa düşmək lazım ki, namaz qılıb zəkat verən kimsələr. Zəkat nədən verilir? Bu ikisi bir götürülür. Bəli. Gelib icma eləmirsən ki, məsələn, yox. Deməli, sən zəkat vermişsən, mən bu ayda vermişəm. Ancaq yeyib içməyimə qalıb, sonra pulum. İman edənlər budur. Çox şey var ama. 6236 ayət. İnşallah malımızla, canımızla cihad edək. Birinci növbədə Elşad Miri düz deyib bunu ki, beynində dincəlmə getdi. Nə? Deyib. Yazımdan çıxdı. Məsəl üçün, cihad nədir? Onu deyib. Yox, bir dəqiqə, Elşad Miri nədir? Yazıma düşdü deyim. Yazmışdı ki, deyildi deyəsən. Sən köçmüşdün, o rampiyə salmışdın, paylaşmışdın. Nə idi? Cəhənnəmi getməməyə arzulamaqdan qabaq adam gərək birinci növbədə Allahın məmnuniyyətini qazananlardan olmağa çalışsın. Bir dənə də nə deyildi o? Elşad Miri bir yaxşı sözdə deyir ki, onu da rankaya salmışsın, paylaşmışsın, deyəli yazsacaq. O ki, burada şeytan böyük hərflə yazılmış ki, cümlənin əvvəlində gəlir. Ancaq şeytan balaca hərflə yazılmalıdır. Ona görə ki, insan və cin şeytanları hansısa boynuzu görmür. Allah'ın boynuzu yoxdur. Sonra cindən boynuzu yox. Sonra sən yox, mən deyiləm. Sən çıxsar. Cindən boynuzu yoxdur deyən sən deyilməli. Elşad Miri rəhmən hərdə və çalış tezini. Elşad Miri onu düz demişdi ki, məsələn, Quranı rəfin üstündə saxlamaq, yox dəstəmaz almadan qılmıram söhbəti, yox səhvdir və ailə problemlərinin kökündə dini savadsızlıq durur. Eynilə sizin ailənizi olduğu kimi. Allah göstərməsin demirəm. Ancaq mən belə bu qədər. Sağ olun. Çünki Allah göstərməsin. Demək, onu da demək, Allah göstərməsin demirəm. Niyə? Ona görə ki, ifrat eləməsən söndür.
Her şey, bildikdə hər şey Allahın üstünə atılır. Allah göstərməsin, Allah eləməsin. Allah sizə iradə azadlığı verib. Peyğəmbər də Quran kitabını nə üçün göndərdi? Digər ilahi kitablara da uymayın. Çünki təhrif olunub. Quran isə hamısı, bütün ilahi kitabların nə edirsə təsdiqləyicisidir. Bəli.